Bəli, yenidən geri dönürük Xəzri Arenaya. Hal-hazırda Bundesliga 2-ci divizyon 6-cı maç, 4-cü divizyon 4-cü sezonun 6-cı maçıdır hal-hazırda. Ekranlarınızda gördüyünüz iki komanda 4-də 1 mərhələ uğrunda mübarizə aparacaqlar. Önümüzdəki 50 dəqiqə ərzində. Hatırladıram, Bənövşəyi geyimdə Gold komandası Aydın FK komandasına qarşı mübarizə aparır. Az öncə günün ilk maçı, turun isə 5-ci maçında Bakının cənub qapılarını təmsil edən Sanqaçal qəsəbəsinin təmsilçiləri 9-cu rota komandası 3-2 hesabı ilə Temp komandasından üstün oldu. Və indi qismən də olsa Sanqaçal, Ələt və digər qəsəbələri təmsil edən qəsəbələrdən ibarət Aydın FK komandası ilə Gold qarşılaşır. Gold'un yeni transferi də var. 9 tur ərzində bir oyun Eray Arslan komandasına keçirən Beko Bəyoğlan Vəlizadə ötən sezon, 3-cü sezon 7 mərtəbə komandasının heyətində çempion ünvanı qazanmış və turnirin ən yaxşı oyuncusu seçilmiş Bəyoğlan Vəlizadə, yəni Beko hal-hazırda Gold komandasının şərəfini qoruyur. İntiqam. Deyil əlbəttə. Cavidan uzun ötürmə, Natiq istiqamətinə, amma top ünvanına çatmadı. İlqar Verdixanov bugün, İlqar Verdixanov daha doğrusu bugün qapıcı qismində mübarizə aparacaq. Qapıcıdan əziyyət çəkir Gold komandası. Beko komandarla oynuyor. Cəmi bir ehtiyat skamyada oyuncusu var Gold komandasının 4-də 1 mərhələdə. Şahlar öz şansını, öz vaxtını gözləyir. İlqar Verdixanov ötürməsi komandar istiqamətində. Beko komandarla oynuyor. Komandarın ötürməsi keçmədi. Təbriz geriyə oynaya bilər ötürməsi. Şis Əlimzadə çox texnikal oyuncudur. Məncə bugün Şis Əlimzadə və Bəyoğlan Vəlizadə mübarizəsini izləyəcəyik. İki zatələrin döyüşü. Hər iki oyuncu texniki göstəriciləri, sürətlərinə görə bir-birlərinə çox bənzəyirlər. Hər iki oyuncu cavan yaşlarına baxmayaraq təcrübə sahibidirlər. Bugün isə vaxt var idi Cəbrayıl komandasının əlcək sahibi çempion ünvanı qazanmış və ikinci sezonun ən yaxşı əlcək sahibi seçilmiş Asif də bugün Aydın FK komandasına kömək edəcək. Hər komandaya uğurlar arzu edirik. Bizə maraqlı, möhtəşəm oyun nümayiş etdirmələri arzusuyla sizinlə 50 dəqiqə birlikdə olacaq. Əlbəttə, maçı isə yüksək keyfiyyətdə izləmək üçün ya Xəzri Arenaya təşrif buyurmalısınız, ya da ki Bundesliga YouTube kanalımıza abunə olmalısınız bu arada. Nicat Bəşirovdan zərbə Vüsal tərəfindən zərərsizləşdirilir. Nicat ötürmə, keçməli. Cavidan topa birinci çatır. Ötürmə geriyə. Asəf. İntiqam. Cavidan birbaşa qapıya zərbə olmadı. İlqar Verdixanov ən sərt müdafiəçilərdən biridir. Komandar topa çatacaqmı? Sürət ona mane olur. Çox maraqlıdır. Vüsal Zülfüqarlı bugün ehtiyat skamyadadır. Bəlkə də bu taktiki gedişdir. Bəlkə də özünü sabah saat 21:00-da çox vacib maçça saxlayıb. Gedişatda sabah başlayacaq maçın vacibliyini. Bunu da zərbə! Vüsal Əzizov qolu öz oğluna əsr eləyir, mən inanıram. Onun evladı da hal-hazırda maçı izləyənlər arasındadır. Oyunun 4-cü dəqiqəsində Vüsal Əzizov hesabı 1-0 edir. Şığıdı topun üzərinə. Komandanın
Rəqibin səhv etməsini gözlədi və şansından istifadə edir, bəli. Vüsal ötürmə ünvanına çatmadı. İntiqam. Cavidan. Notik topu. Ağlar arası bıraktı ama sürət ona mani oldu. Ardıcıl səhvlər görürük hər iki komandanın oyuncularında. Beko. Oğlan Vəlizadə ötürmə təbii istiqamətinə topun ünvanına çatsa da. Cavidan son anda sonuncu müdafiəçi kimi istədiyini edə bilir. Musa Azizov zərbə qapısı istiqamətində Natik. Camallı. İlqar tələsmir öz qardaşı ilə oynadı. İlqar Verdixanov, Bəyoğlan Vəlizadə, Bəyoğlan özür ələyir, Bəyoğlan top ünvana çatmır. İntiqam topu ələ keçirir. Bir əmrədə keçə bildi. Təbrizdə ama top yenidən Gold komandasında zərbə. Təbrizdən ama seyf. Düzgün oynadı. Qatalardan bu maçdan dərhal sonra bizi digər maraqlı maç gözləyir. Gold Army komandası tapdıq. Məmmədov və Vüqar Aliyevin başçılığı altında Mübarizlər komandasına qarşı meydana daxil olacaqlar. Tələsmir hələ ki. Əlbəttə risk etmək üçün hələ ki vaxt deyil. İntiqam. Nicat Bəşirov. İntiqam! Zərbə endirir qapıya daxil olmadı top. Notik. Beko. Beko ötürmə. Yuqar istiqamətinə amma Notik vaxtında topa müdaxilə edir. Vüsal Əzizov. Vüsal, Kamandar. Geriyə Beko'nun zərbə! Hesab 2-0. Raket göndərir qapıya Beko. Bəyoğlan Vəlizadə. Üstünlüyünə istifadə edir oyunun ilk hissənin 8-ci dəqiqəsində. 2-0. Gollar 4 dəqiqə intervalında vuruldu. Və 2 maraqlı qol izlədik. Bəli, bəli. Oyun yazmışsansa sorulamısan. Burada maraqlı qol olursa, mən deyirəm 1 dəqiqə, birinci hissə 8-ci dəqiqə məsələsi, onları belə yap. Cavidan. Cavidan sağ cinahla oynuyor. Əfsər meydan daxil olur. Əfsərin zərbəsi. Ay. Riyad da meydandadır artıq. Natiq Camallı bugün ona söz verib. Birbaşa qapıya zərbə endirmişdi amma küçdən az qala hesabı minimuma endirə bilərdi Riyad. İsmailov çox təhlükəli oyuncudur. Tatlaram komandasının heyətində ən çox cərmə zərbəsi endirən oyuncu da məhz odur. Cərmə zərbələrin daha doğrusu toru sirkələyən isim məhz Riyad İsmailovdur. Natiq Camallı isə ona bir söz verib. Əgər bugün oyunda 2 gol vurarsa Red Bull söz verib ona. İnsanlar nələr edir Red Bull üçün özünüz görürsünüz. Riyad topa çaqa bilmir. Təbriz geriyə. Kamandar. Sağ Zülfiqarlı Əfsər.
Sən ötürməsi. Meydana daxil olub Emin. İlk toxunuşu uğursuz olur amma Bəyoğlandan topu ala bilir. Kim? Emin. Ha, bilmem. Löş Boston'da oynayıb 1-2 sezon. Vüsal Zülfüqarlı. Dediyim ki, sabah çok vacib maçı var Vüsal Zülfüqarlı'nın. Saat 21:00'dan etibarən SS Production gəlki maçında özünü sübut etməyə çalışacaq 30 ballıq oyuncu. Bəyoğlan diğer 30 ballıq oyuncu bugün möhtəşəm qola imza atır. Emin və Bəyoğlan mübarizəsində Emin qalibi ayrılır. Emin topu itirdi. Bəli top. Yok dediğim şimdi. Top Kamandar'dan meydanı terk etmişti, hakim bildirdi. Əfsər Vüsal. Əfsər ötürmə Riyad istiqamətini amma bana çatmadı. Vüsal geri oynaya bilər. Bəli top Vüsal'dan meydanı terk edir. Cavidan. Vüsal Zülfüqarlı. Zərbə qapı istiqamətini amma Təbriz vaxtında topa müdaxilə edir. 19 nömrədən çox komandanın kapitanı, dirijoru, maestrosu, hər şeyi. Əfsərin qapıya zərbəsini isə Kamandar zərərsizləşdirir. Bu maçdan dərhal sonra xatırladım. Qoldarmi komandası ilə Mübarizlər komandası mübarizə aparacaqlar. Maç əlbəttə Poinstiqa Instagram səhifəmizdə, hətta Poinstiqa YouTube kanalımızda yüksək keyfiyyətdə. Maçlar bitdikdən dərhal sonra və ya bir neçə saat sonra yüklənəcək. İzləmək üçün isə abunə olmağınız şərtdir. Artıq 4-1 mərhələnin 5 ismi məlumdur. Vüsal top ələ keçirir amma yox. Top ələ ondan da meydanı tərk etdi. Xatırladım, dünən saat 19:00-da Topçular komandası sürpriz edərək A konferansının lideri, psevdo lideri, daha doğrusu vitse lideri Bakı Juniors komandasını 7-3 hesabı ilə məğlub edir. BBS komandası favoriti 8-3 hesabı ilə darmadağın etdi. Günün 3-cü maçında Azerion komandası rəqibi Qaradağdan 4-1 hesabı ilə üstün oldu. Və günün son maçında isə Golden Stone 4-1 hesabı ilə, daha doğrusu 1-4 hesabı ilə Çəki komandasına məğlub olur. Davidan zərbə endir olmadı. Günün ilk və turun 5-ci maçında isə 9-cu rota komandası Temp komandasını 3-2 hesabı ilə məğlub etdi. Hal-hazırda isə Bakının cənub qapılarını təmsil edən digər komanda və hal-hazırda turnirdə Sanqaçal və digər qəsəbələri təmsil edən Aydın FK komandası Gold komandası ilə mübarizə aparır. Xatırladıram, Bakının cənub qapılarını təmsil edən 3 komandadan biri artıq mübarizəni durdurub. Orada Təbriz topu elə keçir. Bəyoğlanla da oynaya bilər. Elə də edəcək. Bəli, elə də etdi. Bəyoğlan olmadı. Başda zərbə indirə bilərdi. Mümkün olmadı. Kamandar. Daha doğrusu Cavidan. Əfsər qapıya zərbə indirir. Top qapıya daxil olmadı. Məncə golkiperin yoxluğundan istifadə edə bilər Aydın FK komandası. Çünki Gold komandası hal-hazırda libero mövqeyində mübarizə aparan İlqar Verdixanovla davam edir qapıda. İlqar Verdixanov hərbiçi olsa da digər sənət sahibidir. Azərbaycan profesional futboluna
bir neçə oyuncular bəxş edir. Skautdur. Əfsər, birbaşa qapıya zərbə, topa toxunur İlqar. Qardaşı isə topu uzaqlaşdırır Asif. Musa Zülfüqarlı. Ötürmə, əfsər istiqamətdə, amma Bundesliga logosunu yarattı göydə Beko. Vüsal. Emin geriyə, Vüsal oynayır. Vüsal ötürməsi əfsər istiqamətinə. Təbriz. Beko. Bunu attı orası. Bəşirov meydana daxil olur. Riyad İsmailovun əvəzinə. Kamandar. Kamandar Təbrizlə oynayır. Təbriz özü irəliyir. Təbriz zərbə edə bilər. Kamandar. Kamandar. Oy oy oy. Çox çətin zon olan qapıya zərbə endirmə. İmkan tapır amma Asif ayıq sayırdı. Beko çox sürətli oyuncudur. İlqar topu uzaqlaşdırır. Bəyoğlan Vəlizadə Amayev təcrübəsinə malik oyuncudur hal-hazırda. Azərbaycan U23 mini futbol millisinin də üzvü olub. Liga yay mövsümündə məhz milli komandanın heyətində turnirdə iştirak edirdi. Bu arada Cavidan qapıya zərbə yenidən top Gold komandasının oyuncularına təmas edərək meydanı tərk etmişdi. Bəyoğlan Kamandar Cüssə hesabı ilə Nicat Bəşirova məğlub olur. Nicat Bəşirov isə Salih qəsəbəsini səhv etməkdə təmsil edir. Bu arada topdan da zərbə dəqiq olmadı. İki sənin sonuna isə 7 dəqiqə qalır. Vüsal qapıya zərbə endirir İlqar. Komandanın səhvini kompensasiya edə bilir. Cavidan geriyə Nicat Bəşirov sağ cinahla Eminlə oynayır. Bir-birlərinə mane olurlar bu epizodda Cavidan. Top Cavidanla meydan tərk etmişdi. Bəli elə də Ramil Babayev topun Aydın Efta komandasından meydanı tərk etdiyini göstərir. Hesab 2-0'da hal-hazırda xatırladıram. Gold komandası ilk 8 dəqiqə ərzində hesabı 2 top fərqinə qaldıra bilir. Salazizov və Bəyoğlan Vəlizadənin qolları ilə Gold komandası 4-1 mərhələyə daha yaxındır. Gözəl böndürür, riskli hərəkət idi bu, amma Təbriz ona düşən şansdan istifadə edə bilməli. Emin ötürməsi, Cavidan, əfsərə top çatmır, Kamandar Skərov topu uzaqlaşdırır. Oy, qapıçıdan hündürə tullana bilir. Vüsal Əzizov amma top
qapıya daxil olmadı sadəcə olaraq. Zədələnir burada komandanın qapıçısı Səməd Vasif. Emin. Yenidən Vüsal. Mərkəzdə Nicat Bəşirovla oynamasa. Bu cərimədir. Oyunun baş hakimi belə artıq ayaqqabılarını çıxarıb çox templi mübarizədir. Hər dəfə mövqe dəyişikliyi etdiyindən ayaqqabılar ona mane olurdu. Nicat Bəşirov zərbəsi dəqiq olmadı. Səmədov yenidən yerindədir. Vüsal Daban ötürməsini etməyə çalışdı Cavidan istiqamətinə. Kişi Səlimzadə meydana daxil olur. Eminin əvəzinə riskli hərəkətlər Bekodan. Səmədov. Bakı görünəz Səmədov topu uzaqlaşdırır. Cavidan topu Vüsal Zülfüqarlı üçün saxlayır. Vüsalın ötürməsi əfsər. Amma İlqar Verdixanov dəqiq oynadı. Çox gözəl ötürmə etdi Vüsal. Əzizov Beko istiqamətinə, amma Bekonun sürəti ona topa çatmağa mane olur, imkan vermədi. Ötürmə, çox təhlükəli ötürmə idi. Vüsal Zülfüqarlı. Nicat Bəşirov topu qəbul edir, ötürmə. Kişi Səlimzadə istiqamətinə topu qəbul etsə də sonradan Vüsal Əzizov tərəfindən hücum həmləsi zərərsizləşdirilir. Bu cərimədir. Nicat Bəşirov topun arxasında ötürmə edir Vüsal Zülfüqarlı istiqamətinə. Vüsal topu ram etsə də ötürməsi dəqiq olmadı. Kişi Səlimzadə. Bekonun ötürməsi Ünvana çatmadı. Kişi zərbəsi güclüydü, amma dəqiq deyildi. İynə kimi zərbə indirdi, amma top qapıya daxil olmadı. Dediyim kimi, hal-hazırda Qoğud komandasının əlcək sahibi yoxdur onun əvəzində. Libero meydandadır. Oyuncu qapısı da daha doğrusu Loru dilində desək. İlqar Verdixanov şanslardan istifadə etməlidir Aydın FK komandası, amma qapıya zərbə indirməkdə çətinlik çəkir. Təbriz özü ilə eləyirdi, amma ötürməni edə bilmədi. Yaxın məsafədən endirilən zərbəni Verdixanov zərərsizləşdirdi. Qapıcı olmasa da qapıcı kimi reaksiya bildirə bilir. Bu arada Əfsərin zərbəsi isə dəqiq olmadı.
Bəli, ilk hissə bu hesabla başa çatdı. İkinci hissədə görüşənə dək bizdən ayrılmayın. Bəli, ikinci hissədə baş tutur bu maraqlı gərgin mübarizədə. Xatırladıram, hal-hazırda Bundesliga 2-ci divizyon 4-cü sezon 8-də bir mərhələdir. Və burada artıq knockout sistemi ilə komandalar mübarizəyə daxil olurlar. Xəzri Arenada məğlub olan tərəf avtomatik turnirlə artıq vidalaşacaq şansı yoxdur. Hal-hazırda isə məğlub olan tərəf Aydın FK komandasıdır. Rəqibi Gold komandasına 0-2 hesabı ilə məğlub olur hal-hazırda. Aydın FK komandası isə Çəhrayı Qeymdə mübarizə aparır. İntiqam. İntiqam ötürməsi Natiq. Amalar kapitanından Nicat Bəşirov istiqamətinə ötürmə. Ünvanına çatmadan İntiqam. Ağır kişi. İntiqam. Kopya zərbəsi isə Bekoya təmas edərək meydana əks istiqamətinə yönəldi. Asifdən ötürmə, Natiq istiqamətinə amma vüqar verdi Xanov. Yerindədir Beko ötürmə. Şahlar istiqamətinə Üsal güdrədi meydanda. İlk qolun müəllifi də qolda elə öz oğlu evladına həsr edir. Mərkəzdə təkli təbizdən ötürmə, Şahlar istiqamətinə amma. Top ünvanına çatmadı. İntiqam. Şahlar! Şahlar! Sonunda 3 dəqiqə oynadı. Mübarizə idi bu deyir oyunun baş hakimi. Cavidan. Bəşirov. Bəşirovun ötürməsi Ağa kişi istiqamətinə, amma top sürətli idi. Ağa kişi Səlimzadə və İntiqam tipli oyuncular birlikdə oynamalıdırlar. Səbəbi isə dirijor rolunu ən yaxşı ifa edən Aydın FK komandası məhz İntiqamdır. Topu ünvana çatdırmaq üzrə ustadır. İki texnikalı oyuncu meydanda məncə İki driblingə malik oyuncu məncə meydanda birlikdə çıxış etməməlidirlər. Bu böyük futbolda da bir neçə dəfə nümayiş edilib. Aşırı zərbəsi vüqar. Sal Əzizov bu epizodda futbol terminlə desək buterbrod rolunu ifa etdi. İki oyuncunun arasında qaldı. Zədələnə də bilərdi. Xoşbəxtlikdən hər şey yaxşı bitdi. Uzun top. Ağaçı, Natiq istiqamətinə. İntiqam. Ağaçı. Davidan. Uzun oturma. Vüsal Əzizov topu ələ keçirsə də. İkinci divizyonda mən bunun bir neçə dəfə şahidi olmuşam ki, top meydanda 3 saniyədən artıq qalmır. Və bu da 3. Elit divizyonu isə finalı saat 21:00-dan etibarən Xəzri Arenada baş tutacaq. Əlbəttə maçı canlı izləmək üçün Şıxov qəsəbəsinə Xəzər dənizinin sahilində yerləşən möhtəşəm mənzərəli Xəzri Arenaya təşrif buyurmanız vacibdir. Dostlarınızı götürün, azuqələrinizi alın. Gəlin bu möhtəşəm finalı birlikdə izləyək. Gəlmək imkanınız olmasa isə Bundesliga YouTube kanalımız mənim
Elvar Qasımovun şərhində izləyə bilərsiniz əlbəttə. Maç bitdikdən bir neçə saat sonra oyun birbaşa YouTube kanalımıza yüksək keyfiyyətə yüklənəcək. Abunə olmağınız, bildiriş, like və şərh butonunu aktiv etməyiniz vacib eləyəcəkdir. Şahlar top ələ keçirir. Şahlar özü ilə lir, amma top itirir. Nicat Bəşirov top ələ keçirdi. Sağ cinahla Cavidan istiqamətlə. Cavidan top sürətli idi onun üçün. Sol, ağa kişi ona mani olur. Bir de sokak yazar. Yok, bu elde əlbəttə. Beko etiraz edirdi. Əlbəttə intiqamın belinə dəymişdi top. Bu ekranlarımıza da yansıdı. Qopuyor zərbə kimi bu ötürmə vari zərbə indirdi, amma Aydın FK komandası adıyla danışsaq, xoşbəxtlikdən top qapıya daxil olmadı. Belə bir epizod bir neçə dəqiqə desək öncə başdan 9-cu rota və temp komandadır. Mən biraz gec reaksiya verdim bu zərbəyə. İlqar orada top üstünə gəlirdi, onun yaxşı oynadı. Ağa kişi zərbə indirə bilər qapıya. Çox qalır, çox saxlar top özündə, amma top elə onda da qalır. Sonraki mübarizə aparırlar, amma top elə Ağa kişidən meydanı tərk etdi. Mini futbolda məğlub olan komandalar oyunun sonuna dəqiqələr qalanda artıq liberodan istifadə edirlər. Yavaş-yavaş bu hiss olunur. Yəqin ki, birazdan Aydın FK komandası libero qapıcıdan istifadə edəcək. Bu intiqam ola bilər. Yüksək ballı oyuncu. İlqar çox gözəl, çox soyuqqanlı oynadı bu epizodda. Beko zərbə, bu da Vasif düzgün oynadı. İlqar Natiq Nicatın ötürməsi Natiq istiqamətlə top ünvanına çatır, amma belə foul olmur Natiq. Ən azından yıxılmaq lazım idi. Bu maçdan dərhal sonra xatırladılan mübarizələr komandası artıq Xəzər Arenaya təşrif buyurub. Gol darbe ilə mübarizə aparacaq Beko, bəli bu cərimə idi. Bu sərbəst zərbədir. Oyunun baş açındır. İntiqam 8-3 Sol İntiqamla mübarizədə Ağa kişi zərbəsi dəqiq olmadı. Çox maraqlı anlar yaşayırıq. Gold komandası bugün qapçısız meydana daxil olur və onların qapçısı istiqamətinə elə də çox zərbə gəlməyib hələ ki. Komanda oyuncuları individual oyundan istifadə etməyə çalışırlar. Fərqli ustalarından istifadə etməyə çalışırlar, amma qapıya zərbə yoxdur. Təəssüflər olsun ki. Beko. Cavidan ötürməsi isə Hanfara ünvanlanmışdı.
Açıq anlamış olmadım. Onun sonuna isə 16 dəqiqə qalır. 15 dəqiqə hətta. İntiqam riskli zonadadır. Komanda xatırladan 2-0, 0-2 hesabı ilə geridədir. Ağa kişi topu az qala itirmişdi. Topu ilə Ağa kişilədir. Ağa kişi amma Kamandar vaxtında topa təmas edir. Natiq ötürmə edə bilər. Sürətli ötürmə etmək lazım idi Natiq. Beko və yox lan Cavidan. Səttin keçə bilmədi Cavidan. Oyunun sonları çok kızgın geçecek, o yüzden no comment. Cavidan zərbələri ünvansız ötürmələri ünvansız edir. Təəssüflər olsun ki. Artıq ehtiyat skamyaya müraciət etməlidir. Girer-girməz əfsər artıq folla yadda qalır. Beko topun arxasında birbaşa qapıya zərbə, İntiqam. Əfsər. Nicatın zərbəsi də olmadı, bəli. İkinci zərbə. Düzgün qərar edir. Emin meydana daxil olur. Məsağa kişi istiqamətinə 13 dəqiqə. 13. Yeniden İntiqam. Dediyim kimi İntiqam qapıya keçir. Libero kimi mübarizə aparacaq. Buna məcburdur. Komandası 0-2 hesabı ilə geridə də hal-hazırda. Riyad İsmailov meydana daxil olub. Bugün komanda kapitanı Natiq Camallı ona sürpriz edəcək 2 golla yadda qalarsa. Riyad İsmailov isə gol duyumu yüksək futbolçudur. Bu informasiya kimə lazım idi sən qışqırmağa? Hava istidir, ürəyimizdə yanır. Əfsər. Yox, 80. Bu qapıya İlqar. İlqar verdi xanım, qapıya keçib artıq. Bəli, bugün Gold komandası qapçısızdır, amma komanda 2-0 hesabı ilə irəlidədir və çox maraqlıdır ki, bu şansdan istifadə edə bilmir Aydın FK komandası. Daha çox məndən başqa hamını keçdi. Gol olsun, gol olsun. O da əfsər yerə də İlqar verdi xanım. Ey hava kişinə gəl. Bəli. Heç verməziyyət Meyşən. Cavidan. Kamandar araya girib top elə Kamandardan meydanı tərk edir 10 nömrəli oyuncu. Artıq kompakt şəkildə müdafiə olunmaqla məşğuldur Gold komandası. Gol tuzdur. O emin deyil bu. Hə. Məhməd Zahir. Oo, TikTok idi o. Mənim oyuncumda top şey eləmədi. Mənim iş yoldaşım. Bizdə də Şpostonda oynamadı. Qapı boşdur hal-hazırda Şahlar bu şansdan istifadə edə bilmir. Akişi elə ki Beko ilə mübarizə ilə məşğuldur. Emin Məmmədzayev. Emin sağ tərəflə oynayır. Əfsər! Olmadı, yenidən verdi xanım. Bizim komandadaydı, tempə yazmışdım. Çağırmadı, şey çağır. İnandırım sənə, ağlasın yerinə gəlsək, daha çox olacaq. Səhv deyirəm, elə var.
Yalan deyərəm. Mən çağırmamışdım. Mən temp. Və Bekov. Oyunun sonları çox gərgin keçəcək. Əlbəttə bu normaldır. Cavidanın zərbəsi yenə də. Mən dedim. Qapıya daxil olmadı. Asaf artıq meydanı tərk edib. Cəbrayıl komandası ilə ikinci sezonun qalibi idi. Hətta ən yaxşı əldə hesabı belə seçilmişdi. Cəbrayıl yoxdur, amma Asif var. Komandası isə hal-hazırda 0-2 hesabı ilə geridədir. Vüsal Zülfüqarlı. Sabah çox vacib maçı var. Elit Divizyon 29 sezonun finalıdır. Bu arada Vüsal topu onda qalır. Bu cərimədir. Sabah saat 21:00-dan etibarən Kərki SS Protection finalını ilk dəfə olaraq Xəzri Arena ev sahibliyi edəcək. Əlbəttə maçı izləmək üçün Xəzri Arenaya təşrif buyurub Bundesliga aurasına qərq olmağınız vacibdir. Gələ bilməyənlər isə maçı bir neçə saatdan sonra Bundesliga YouTube kanalımıza HD yüksək keyfiyyətdə izləyə bilərlər. Abunə olmağını şərti bu adam Junior yol zərbəsi olmadı. Emin geriyə intiqamla oynuyor. Oyunun sonuna isə 8 dəqiqə qalır. Əfsər yenə də İlqar! İlqar verdi Xanov. Cavidan ötürməsi saçır ha! Və bu qoldur! Qollardan birini vura bilir Riyad İsmailov! Yavaş-yavaş Red Bull gələcək. Natiq Camallı söz verib ona. Əgər 2 gol vurarsa maçda Natiq Camallı ona Red Bull alacaq. Gör Red Bull kimi nələr eləməyə qadirdir Riyad. Əfsər Kamandar Vüsal Zülfüqarlı sağ cinaqda Cavidan var. Emin. Oyun 11-əsinə geçəcək. Dünən 4 dənə oynadı, o nədə demişsə, heç bir olmadı. Yox, dünən dedim ki, olma ehtimalı birinci oyundaydı, o da olmadı. Qalan heç birinə deməmişdim. Gecikdi Riyad. Ne diyorsunuz? Mən şərtçiyəm, deyəm mi? Şərtçiyəm. Məhəmməd Rızayı. Biz yazmış, əsas ol biz yazmış. Əfsər qapıya zərbə endirməyə çalışdı. Olmadı, oyunun sonuna 7 dəqiqə qalır. Ona dünən ki, sahib kişi belə eləsin. Evet, evet. Mənə çaşdırır. Şöyle sana alkıştan efekt edeyim. Bir şey Bebeko. İkinci divizyonda tamam fərqlidir. Ha? Bebeko. Burada kaçan görünüyor. İkinci divizyonda qəşəng olur. etirazlara səbəb oldu. Bəli, top stop etmişdi əlbəttə. Rami Babayev ixtiyar sahibidir. Zülfüqarlı da rəqib komandanın hücum istəyir. Cavidan ötürmə Vüsal. Vüsal özü irəliyir. Vüsal sürüşdü. Bəli, bu dəfə isə ADF komandasının üçün Vüsal Zülfüqarlı səhvlə yadda qalır. Rəqib komandanın aktivinə cərimə yazdırır.
şey yoxdur. Oyun başı aşağı bildirdi. Zərbə Beko tərəfindən indirildi qapıya amma dəqiq olmadı. Cavidan. Sol cinahla. İntiqamı oynuyor. Sonuncudur. Vüsal. Vüsal. Qapıya zərbəsi dəqiq olmadı. Artıq dəqiqələr getdikcə Aydın FK komandasının şansı azalır. Aydın FK bugün məğlub olarsa Bakının cənub qapılarını təmsil edən yeganə komanda 9-cu rota olacaq. Bu arada şans yarandı. Əfsər tənəsi! Ne kadar kaldı? 4 dəqiqə. Mənim saatımda. Artılma olacaq. Beko, İlqar ötürməsi Vüqar verdi Xanov. Hiçbir şey yoxdur, mübarizə idi deyir oyunun baş hakimi. Minimal hesab, ay tələsi. Artıq bir neçə dəqiqədən sonra növbəti 4-də 1 mərhələnin bu arada Komandar amma intiqam da yaxşı oynadı bu epizodda. Süzüldü getdi. Beko birbaşa qapıya zərbə endirə bilərdi. İkinci qol mükəmməl qolla ayaqda qalıb bugün Bəyoğlan Vəlizadə. Gollar yapamıyor. Birini. Bəli, Aydın FK komandası atıb 5-ci fouludur. Xatırladım, hər 6-cı foul 10 metrəlik penal zərbəsi deməkdir. Bugün Temp komandası məhz 10 metrəlik zərbədən istifadə edə bilmədi. Əks halda hesabı bərabərləşdirə bilərdi. Beko geriyə, İlqar topu uzaqlaşdırır. Cavidan! Bugün onun zərbələri heç dəqiq olmadı. Emin özü irəlir, Emin sürətlə irəlir, ötürmə etməyə çalışdı amma ayaq, Vüsal vaxtına topa müdaxilə edir. İntiqam, Komanda təbii istiqamətdə, təbii təpədə qalır, zərbə endir amma intiqam! Komandasına ümid seyv edə bilir, sağ cinahda. Oyuncu kimi değilse neye durur? Bu cərimə idi, amma bəli avantaj. Ay! Hiçbir şey yoxdur. Oyunun başı açıq bildirir. Nicatsa oynamalıdır amma neynir o? Beko top meydandan tərk edir. Tamam. Durdu diye o da getdi. Nicat bu epizodda fair play qaydalarına əməl edir, amma biraz radikal şəkildə, ona görə də fair play Rəmzi heyəti olası Şahib Əhramlı, xatırladıram Asif və Nicat Bəşirovu o heyətə daxil edir. Dokuzuncu rotası. Nicat zərbə edən İlqar dəqiqdir. Sakit. Benimkidə səhv elədi. Bariz niyə oyuncu uzanışır ki? Görsən bunun biri uzaqlaşdı da, görsən. Bizimki də ona Yox. Ən azı 1 dəqiqə qalır. Təbriz. Komandar oyun qapı direği. Bu da şanslı. Notik gözəl oynuyor top. Təbrizdən meydanı tərk etdi.
Akrobatik zərbə olmadı. Akrobatik zərbə endirir Nicat Bəşirov, amma top ayağı Vüqar Verdixanovun çənəsinə dəydi. Çox ciddi zədə ala bilərdi. Vüqar Verdixanov çox ciddi zədə ala bilərdi. Ümid edirəm heç bir şey yoxdur. Sərt. Özü də sərt oyunçudur. Yəqin ki, rəqibi anlaya bilir. Low battery. Please charge. No battery. Please charge. Charge elə də bunu, low battery. Sağ ol. Sonuncu dəqiqələr, sonuncu ümid. Cavidan olmadı, yenə də olmadı, yenə də İlqar Verdixanov. Vaxtdan istifadə edir ötürməsi. Bəli, növbəti 4-1 məhlə sahibi Gold komandası. İki komanda gözəl oyuna görə təşəkkürlər. Bu maçdan dərhal sonra isə Mübarizlər və Bluetooth now. Army Gold komandasılar maçını izləyəcək. Bizdən ayrılmayın.